Əziz müəllimlər, test bankımın elektromexaniki işlər bölməsindən sizə bir sual izah edəcəm. 31-ci suala baxırıq. Şəkilə uyğun olmayan kondisionerin hissələrini müəyyən edin. Şəkilə uyğun olmayan deyirsə, biz nə edirik? Baxırıq əvvəlcə kondisionerin hissəsinə. Hansı hissəsidir? Təbii ki, daxili. İndi bizə lazım olan isə xarici hissəsi olacaq. Xarici. Deməli, şəkilə uyğun olmayan deyir. Şəkilə baxdıq ki, şəkil daxiliyə aiddir. Ona görə daxili olan hissələri çıxacaq və biz deməli nəzərdə saxlamalıyıq xarici hissəsinə aid olan qurğular. Sərinləşdirici, ön panel, incə təmizləmə süzgəci, kompresor, deməli bunlar daxiliyə aiddir müəllimlər. Ön panel, incə təmizləmə, sərinləşdirici hər ikisində var. Daha sonra digərinə baxırıq. 2-yə baxırıq. İncə təmizləmə süzgəci, ön panel, üfüqi pərdələr, sərinləşdirici dediyim kimi hər ikisində var. Deməli 2 də bizə lazım deyil. Sərinləşdirici 4 yollu klapan, kompresor, bir də kondensator. Bunlar deməli daxili yox, xarici quruluşundadır. Ona görə bizə lazımdır 3. 3 doğrudur. Şaquli pərdələr, ön panel, kobud təmizləmə süzgəci, bunlar da daxilidədir. Amma bizə nə lazımdır? Daxiliyə aid olmayan, yəni xarici qurğuya aid olan. Deməli 4 də bizə lazım deyil. Bir də 5 doğrudur. Sərinləşdirici, idarəetmə lövhəsi, xüsusilə birləşmələr, bunlar da aiddir xarici qurğusuna. Deməli cavabımız 3B, C variantıdır.